Qısa bir aydınlıq gətirək bunu. Ümumiyyətlə bu şəkər xəstəliyi zaman-zaman, yəni illər keçdikcə öz belə deyək ki, sözünü deyir. Yəni düzdür, şəkəri qanda normal saxlamaq çox gözəl bir yaxşıdır. Amma yenə də məsələn burada ağırlaşmalar olur. Nəyə görə olur? Çünki şəkər xəstələrində ümumi maddələr mübadiləsi normal insandakı kimi getmir. Şəkər xəstələri hər gün 2-3 saat gəzməlidirlər, prostatda olduğu kimi. Burada da mütləq gəzmək lazımdır. Qan dövranını insan məcbur eləməlidir ki, işləsin. Və qan dövranına mane olan maneələri aradan götürmək lazımdır. Məsələn, olub ki, şəkər 400-500-ə qədər qalxır, biz şəkər şoku keçirdik. Görürsən, xəstə çox özünü pis eləyir, ağır vəziyyətdədir və biz xəstələrə burada həmən 10, 12, bəzən 16 ədəd, təzyiq əgər yuxarıdırsa 16 ədəd hicam eləyirik və sonra zəli qoyuruq. Qısa bir vaxtdan sonra şəkər normallaşa bilir. Yəni, burada nədir? Qan dövranı, ümumi qan dövranını yaxşılaşdırırıq. Siz bu müalicələri mütəmadi şəkildə eləməlisiniz. Mədaltı vəziyə təsir eləyən bitkilər ki var, hansılar ki o bitkilərdən uzun müddət istifadə eləmək lazımdır. Bax, bu bitkilərdən istifadə edin. Məsələn, adi qarazirəni siz gündə 3 dəfə, bir çay qaşığı ağza atılır, üstündən su içilir. Bu çox gözəl təsir eləyir. Bundan başqa odil hindi bitkisinin tərkibində çox zəngin inulin maddəsi var. Siz bax, bu bitkini də gündə 3 dəfə, bir çay qaşığı, bir stəkan qaynar suya qarışdırıb içə bilərsiniz. Qanda şəkərin normasını normallaşdıran bitkilər də var, onlardan da içə bilərsiniz. Bax, bu bitki toplumundan ibarət bizdə çaylar var, mirfazin çayı var, diabeteya çayı var. Diabeteya çayı xatırladım ki, çox gözəl təsir edir. Çünki diabeteya çayı həm də yüksəlmiş xolesterin də aşağı salır və nəzərə alsaq ki, şəkər xəstələrində həm xolesterin də yüksək olur. Buna görə də çox yaxşı təsir edir, onlardan istifadə edir. Çox sağ olun.